Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, Kodera test bankında verilmiş alqoritm bölməsinə aid olan belə bir suala baxırıq. Sual bu formadadır. Verilmiş hesablamada təkrarlanmaların sayını müəyyən edin. Deməli, bu tip suallar burada bu işarə cəmi bildirir. Bu işarə isə hasili bildirir. Deməli, burada verilmiş məsələ mürəkkəb dövrü alqoritmik strukturu ifadə edir və yerinə yetirilən addımların sayı və ya təkrarlanmaların sayı nəzərdə tutulur. Məsələni həll etmək üçün hasil və ya cəm işarəsinin üstündəki rəqəmdən aşağıdakı rəqəmi çıxıb, yəni yuxarıdakı üst hissədə olan rəqəmdən aşağı hissədə olan rəqəmi çıxıb, deməli, üzərinə 1 əlavə edirik. Sonda alınmış ədədlərin hasilini tapırıq. Gəlin yazaq. Birinci cəm işarəsidir. Üzərində 7, aşağı hissəsinə 2 verilmişdir. 7-dən 2-ni çıxıb, üzərinə 1 əlavə edirəm. 7-dən 2-ni çıxdıqda 5, üzərinə 1 əlavə etdikdə 6. Sonra ikinci hissədə, ikinci cəm işarəsində yuxarı hissədə 5, aşağı hissədə 3-dür. 5-dən 3-ü çıxıb, üzərinə 1 əlavə edirəm. 5-dən 3 çıxdıqda 2, üzərinə 1 əlavə etdikdə deməli 3 olacaq. Sonra hasil işarəsində yuxarı hissəsində 6 verilmişdir. 6-dan 2-ni çıxıb, üzərinə 1 əlavə edirəm. 6-dan 2 çıxdıqda 4, üzərinə 1 əlavə etdikdə 5. Sonda da demişdik ki, aldığımız cavabları, belə deyək, sonda alınmış ədədlərin hasilini tapırıq. Yəni 6 vurulsun 3, vurulsun 5. Deməli, 6 və 3, deməli 18, 18-i də 5-ə vuracağıq. 40, 4 yadda 90. Deməli, cavabımız olacaq E bəndi. Deməli, dərslərimizlə bağlı ətraflı məlumat əldə etmək istəsəz, deməli 050 515 73 66 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Həmçinin bu sualla bağlı nəsə qaranlıq bir məqam olarsa, rəy bölməsinə yaza bilərsiniz. İrad və təkliflərinizi də həmçinin yaza bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.